Salam, hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, əziz millətim. Məni indi kimlərsə buradan baxacaqsa, dinləyəcəksə, olan hər kəsini salamlayıram. Mən çalışıram ümumiyyətlə hər zaman ictimai dildə danışım, hər kəs məni başa düşsün, ona görə elə bu formada da danışacağam. Əziz dostlar, əziz millətim, görürsünüz ki, TikTok şəbəkələrində, sosial şəbəkələrdə, istər TikTokda, istər o digərlərində son zamanlar jurnalistika, jurnalist, müğənni, siyasətçi qarışıblar bir-birinə mənasız müharibələr, davalar, dalaşlar. Hamı da durub bunlara baxır, tamaşa edir. Belə görünür ki, insanların bu şeylərə marağı var. Amma bizim zəhləmiz tökülür. Zəhləmiz tökülür ona görə ki, adamlar var ki, onlara hörmət elədikcə, qabağından qaçdıqca, insanlar abrın, iffətin gözlədikcə, adamlar var ki, həyasızlığına salıb, min cürə idbar hərəkətlər eləyirlər, insanları çirgindirirlər ümumiyyətlə. Nə bilim mən, biri məhkəməyə verir, biri nə bilim ona bir diş atır, buna bir ağız atır, ona bir ağız atır. Bu nə deməkdir? Bu cəmiyyət vəhşixanadır. Paylaşırlar. 5-6 nəfər də bunun videosunun altından başlayırlar əl çalmağa. Halal olsun qeyrətli, halal olsun namuslu, halal olsun şərəfli insan, halal... Bunu burada təriflədikcə, bunu ümumiyyətlə bu adamlar, ümumiyyətlə sərhəd tanımırlar artıq. Azğınlaşma prosesi baş verir. Biz ölkə ictimaiyyəti olaraq, ictimaiyyəti nümayəndələri olaraq, 30 ilə yaxındır mən ictimai siyasi sektorda fəaliyyət göstərirəm. Mən bu qədər həyasızlıq, bu qədər sürtüklük, çox üzr istəyirəm, o məni dinləyən tamaşaçılarımdan bu qədər sürtülük, həyasızlıq mən görməmişəm. Və bu adamlar öz sürtüklükləri ilə, öz həyasızlığı, öz iffətsizliyi ilə cəmiyyətə də örnək olurlar. Və çox təəssüflər olsun ki, mən həmişə danışırdım, deyirdim ki, bu əxlaq normalarını pozan müğənnilər, nə bilim, o digər adamlar ki var idi, bəzi o müğənniləri tərifləyən jurnalistlər, bunlar haqqında dəfələrlə mən çıxış eləmişəm, sözümü bildirmişəm burada. Amma indi mən tamamilə başqa, mən artıq jurnalistlər, siyasətçilər və buna oxşar məslək sahibləri var ki, tamamilə özlərini, çox üzr istəyirəm yenə də, o ara sözü demişkən, özlərini qoyublar yola, başqa yola. Gündəmdə qalmaq üçün bir-birini təhqir edirlər, bir-birinin haqqında, onun keçmişi haqqında planları açıb tökürlər, həyasızlıq edirlər, iffətsizlik edirlər, qoyublar hər yolu özün və bununla da gündəmdə qalmağa çalışırlar. Və bu da həmin o əxlaq normalarıdır. Bax, bu da. O biz deyirdik ki, o bəzi müğənnilər, bəzi telekanallarda bizim evlatlarımızın əxlaqını, tərbiyəsini pozur. Bu, onlardan da pisdir. Ağızlarını açırlar, söyürlər, bir-birini aşağılayırlar. Bu millətə nə olub? Hanı bu mədəniyyət? Hanı bu etik normalar? Hara getdi? Biz yəni bu qədər mi tərbiyəsizləşdik bu millət olaraq? Mən bunu niyə görə deyirəm? Həmin bu əxlaqsız, bunların içində qadınlar da var. Çoxluğu da qadınlar təşkil edir. Abırsız, əxlaqsız, iffətsiz, ağzını atıb sosial şəbəkələrdə buna bir ağız atır, buna bir hürür, bunu bir nə bilim neynir. Hamı da durub bunlara baxır və bunun altından kommentlər yazır. Eşq olsun namuslu filan kəs, eşq olsun qeyrətli filan kəs. Bunlar
bütün tərbiyəsiz adamlardır. Siz bunlara eşq olsun deyə bunları başımıza çıxardınız və bunlar da örnək olublar hamıya. Jurnalistsə, siyasətçisə və digər məslək peşə sahibisən. Danışanda savaddan danışır. Biz savadlıyıq, biz nə bilim, bu qabiliyyətimiz var, biz belə görünmür. Danışanda danışığıza fikir verin. Ağzından çıxan terminlərə, ağzından çıxan sözlərə, ağzından çıxan ifadələrə, cümlələrə hamısına fikir verin. İnsanların niyə həm əxlaqını pozursunuz, həmsə insanların sinirlərini pozursunuz? Peşman olursan sosial şəbəkələri açılmağa. Bir-iki nəfər abırsız, iffətsiz var. Onların sifətindən gah bunu sögür, gah onu sögür, gah bunu belirli, gah onu elə. Ay nə var, nə istəyirsən? Abala, ay qardaş, ay ana, ay xanım, sən yerin yoxdur. Gedin otur evimizdə 200-də də. Bir adam 10 adamla mübarizə aparır. Bir adam 10 avara. Niyə görə? Kimsə bunun videosunun altından yazır ki, halal olsun sən, halal olsun sən, sən qeyrətlisən. Bəstirin abrunuzu qoyun. Mən ərim var, mən kişim var. Sən kişin olsa, sən ərin olsa, sən səhərdən axşamacan sosial şəbəkələrdə onun bunun adını çəkərsən. Hə? Sən ərin var, sən kişin var evdə. Kişisi olan qadın evində oturur. Ailəsinin, uşağının, nəvəsini saxlayır. Sən gəlib çıxmışsan F1-də gündə onun adını çəkirsən, bunun adını çəkirsən, ay mənə bu cür şər atdılar, ay mənə dedilər ki, sən ərin nə bilim filan işi yoxdur, ay mənə də, ay sən ikinci uşaq ərindən də uşağın, bu nədir bu? Amma senzura yoxdur. İndi belə bir oyundan çıxmalısınız. İndi elə eləyəcəksiniz ki, dövlət orqanları hər şey qadağa qoyacaq, onda başlayacaqsınız it kimi hürməyə. Ki, bizə niyə qadağa qoyurlar? Ona görə qoyurlar ki, tumanınızı çıxardmışsınız. Bəzi buradan jurnalistlər, qadınlar var, onlara deyirəm. Bəzi burada oxuyan qadınlar var, onlara deyirəm. Tumanınızı çıxardıb atmışsınız başınıza, ağzınıza, axılınıza gələni danışırsınız. Ona görə də bu sosial şəbəkələri qadağa qoyulacaq. Ay nə var, nə istəyirsiniz bu cəmaatdan? Mən artıq əsəbləşdim, bezdim. Mən müraciət elədim. Siyasi partiya rəhbərdir, gedib bir dənə, nə bilim çox üzr istəyirəm, tumanı çıx bir jurnalistlə verib ağız-ağıza. Bu siyasi partiya rəhbərləri görmüş ki, biraz bir səviyyəsini çəküzü saxlayın, ayıbdır. Heç kimə icazə verilmir Azərbaycan xalqının əxlaqı ilə oynamağa, əsəbləri ilə oynamağa. Bütün peşə sahibləri oturublar, artıq hamı o daşıdığı peşəyə, malik olduğu peşəyə güya nifrət elətdirir. Artıq jurnalistlərə də nifrət edir əhali hamısı. Düz yazana da, əyri yazana da. Telekanal jurnalistləri ümumiyyətlə aparır at zibilliyə. Bu bursuz jurnalistlər də o sosial şəbəkələrdə danışanlar, nə blogerlərdir, nədir. Heç birindən nə əxlaqı var, nə tərbiyəsi var, nə də bizim Azərbaycanın ölkə ictimaiyyətinə örnək olacaq heç bir hərəkət göstərmirlər, heç bir sözdə danışmırlar. Qadın xeylağının səsi gələr ha. Qadın xeylağını danışır, ağzını elə bir cırıb qoyublar qulağın dibinə. Anqıra, qışqıra, çox üzr istəyirəm, yenə də əsəbləşirəm bu frazalar ağzından çıxır. Bunlar nə qadındır, bunlar nə insandır, bunlar nə xanımdır. Özə filankəs xanım, filankəs xanımdır bu. Bu nə xanımdır? Bu 2 gündən bir, 2 saatdan bir sosial şəbəkələrdə elə bir ağzını cırıb qoymusan qulağının dibinə, ağzını açır, gözün yumur. Bu nə xanımdır bu? Hələ bir altından da yazır, halal olsun qeyrətli, namuslu. Bəstirin ayıbdır, jurnalistin jurnalist yeri var, siyasətçinin siyasətçi yeri var, ictimaiyyətçinin ictimaiyyətçi yeri var.
Bir danışığınıza fikir verin, qabiliyyətinizə fikir verin. Bu millətin niyə pozursunuz? Əxlaqını da pozursunuz, yenə təkrar edirəm. Əsəblərini də pozursunuz. Siz necə adamsınız, nətər adamsınız? Bu azadlıq olmaz sizə. Bu sizə azadlıq vermək olmaz. Azadlığı veriblər, artıq həyasızlıq qalmır eləyirsiniz. Bu qədər. Gecəniz xeyrə qalsın. Normal insanların hamısına ağzından bəlkə də bəzi ifadələr çıxdı, kobud ifadələr. Ona görə əziz millətim, yaxşıların hamısından üzr istəyirəm. Çox sağ olun, gecəniz xeyrə qalsın.